Təhsil millətin gələcəyidir, deyir ümummilli liderimiz. Düşünürəm ki, bugün təhsilə hərs etdiyimiz əmək gələcək üçün böyük potensial yaratmaq deməkdir. Bugünkü qonağım təhsil sahəsində əməyi keçən Elvina xanımdır. Elvina xanım, verilişimizdə xoş gördük sizi. Çox sağ olun. Səmimi söhbətdə düşünürəm ki, söhbətimiz də elə səmimiyyət çərçivəsində olacaq, maraqlı açıqlamalarla çıxış edəcəksiniz. Əvvəlcə onunla başlamaq istərdim. N Akademiyanın təsis etmək hardan fikrinizə gəldi, hardan yarandı sizdə bu ideya? Ümumiyyətlə, mən özüm riyaziyyat müəllimiyəm və 4 il əvvəl özüm riyaziyyat müəllimi olaraq hazırlıq keçmişəm. Kurslarda müxtəlif onlayn və yaxud da əyani tədris olaraq. Daha sonra onlayn olaraq tələbələrin demək olar ki, həqiqi mənada rayonlardan təhsilə çox cəlb olunduğunu gördüm. Çünki bilirsiniz, rayonlarda imkan aşağıdır və təhsilə çox önəm verirlər. Çünki bilirlər ki, buradan yaxşı mənada təhsil ancaq bizi qaldıra bilər. Ona görə də mən də kiçik olaraq bir onlayn tədris mərkəzi yaratdım. Əslində, ümidim ancaq o öz tələbələrimdən başlayaraq yaratmaq idi ki, öz tələbələrim çünki ehtiyacı var idi. Məsələn, qoşulurdular mənə riyaziyyat fənninə, digər fənlərə ehtiyac var idi, ingilis dilinə, Azərbaycan dilinə. Əvvəl öz tanışlarıma göndərirdim, daha sonra artıq tədris mərkəzi yaratmaq fikrimə gəldi. Artıq demək olar ki, mənim bəzi hekayələrim çox adam bilir və başladım tədris mərkəzi kiçik bir yaratdım və adını N Akademi qoydum, ad soyadım olaraq. Sonra heç dəyişmədim heç vaxt. Və hissə öz tələbələrimdən, mən o vaxt 50 tələbəm var idi və hər biri məni çox istəyirdi. Həmin tələbələri kim ki istəyirdi ingilis dili, kim ki istəyirdi Azərbaycan dili, onlara yönəldirdim. Və artıq mən başladım kurs olaraq daha da, çünki bilirsiniz, mən müəllim olmuşam, mənim heç bir anlayışım yoxdur. O vaxt mənim kurs rəhbərindən bir neçə artıq məlumatlar aldım. Özüm mənə bunu könüllü şəkildə ödəniş qarşılığında elədi. Çünki onun kursunda işləmişdim. Və artıq mən Instagram üzərindən bir neçə paylaşımlar etdim və kütlə olaraq daha çox rayonlara yönəlmişdim. Çünki rayonlarda biz necə hər kəsin imkanı aşağıdır və təhsilə çox yönəliblər. Mən də çalışdım ki, özüm kimi tələbkar müəllimlərlə işləyim, savadlı və tələbkar təbii ki. Və onlar mənim uşaqlarımı, hansı ki tələbələrimizin hər birini yüksək nəticə ilə qaldırsın. Əlbəttə, o vaxtdan bu vaxta qədər hələ də onlayn tədrisə inanın ki, çox tələbat var. Artıq mən düzdür, onlayn şəkildə başlasam da hazırda əyani tədrisimiz də mövcuddur. Çünki çoxu istərdi ki, mən əyani gəlmək istəyirəm, onlayn öyrənə bilmərəm. Amma mən sizə deyim ki, indiyə qədər bizim demək olar ki, neçə yüz tələbəmiz bizim universitetə qəbul olub onlayn tədris sayəsində. Çünki əgər bir insanın hədəfi varsa, məqsədi varsa və o düzgün müəllim tərəfindən onunla çalışılırsa, təbii ki, o nəticə alacaq. Və xüsusən rayonlarda uşaqlar həqiqi mənada təhsilə çox dəyər verirlər və onlar çünki çətinlik görürlər. Ailələrin daxilində görür ki, çətinlik var, imkan aşağıdır. Ona görə də onlar təhsilə yönəlirlər və inanın mənə ki, onlayn təhsil olmağına baxmayaraq bizim bir neçə deməzdim, demək olar ki, yüzlərlə tələbəmiz Bakıda təhsil alır, 500-600 ballarla. Çünki artıq onlar bilirsiniz necə, elə uşaq var ki, rahatlıq içində oxumağa biraz ona çətin olur, rahatlıq içində. Eləsi var ki, çətinlik görüb və artıq o məcburdur oxumağa ki, mən oxumalıyam. Əlbəttə ki, düzgün yönəlirsə o, təhsil ala bilir. O vaxtdan bu vaxta onlayn tələbələrimizdə, yəni tələbələrimizdə var. İnanın mənə, 4 il ərzində hələ də bizlə qoşulan tələbələr var ki, aşağı siniflərində 5-ci sinifdən başlayıblar, artıq hələ də bizdən davam edirlər. Ona görə də əlbəttə bu təhsildə həm güvəni, həm də düzgün yönətmək lazımdır. Çünki bəzən valideynlər baxırsınız ki, daha çox biliyə fikir verirlər. Soruşurlar ki, müəllimin biliyi və s. Təbii ki, bu önəmlidir. Çünki müəllim savadlı olmalıdır. Amma müəllim düzgün yönətməlidir. Motivasiya verməlidir. Biliklə bərabər. Bəli. Əgər uşaq nə üçün oxuduğunu bilmirsə, onun oxuduğu demək olar ki, həqiqi mənada boşdur. Məncə bir insan üçün fərqi yoxdur, yaşı neçə olursa olsun, onun hədəfi olmalıdır. Hədəf formalaşdırmaq lazımdır o uşaqda. Xüsusilə bu müəllimlərin üzərinə burada çox məsuliyyət düşür. Onun da uşaqda bir hədəf formalaşdırdığın zaman artıq onun nə qədər pis müəllim olsa da o uşaq oradan bir nəticə çıxarıb, bir yol açıb özü qabağa gedəcək. Bəli. Yəni məqsədsiz
bir uşaq. Yəni elə uşaqlar var ki, valideyninə görə oxuyur. Eləsi var ki, sırf diplom almaq üçün oxuyur. Əlbəttə ki, bu yanlışdır. Çünki biz məqsədimiz yoxdursa, ümumiyyətlə həvəsimiz olmayacaq və tam dərrakar şəkildə oxumayacağıq. Sadəcə mən imtahandan keçim, diplom alım və sonra isə məqsədsiz olduğuna görə universitet bitəndən sonra başlayırlar iş axtarmağa. Bu da əlbəttə vaxt itkisidir və təhsilə Nəticəsiz bəli, 100% nəticəsiz qalır. Ona görə mütləq düzgün yönəlmək lazımdır. Məqsədi müəllim ona bildirməlidir. Müəllim soruşmalıdır, sən nə olmaq istəyirsən? Sən tutaq gedirsən birinci qrupa. Nə üçün gedirsən? İxtisası nə üçün sevirsən? Yəni bunu biraz sorğulamaq lazımdır. Ancaq düz testlər verim, işləsin. Əlbəttə yüksək bal yığmaq yaxşı şeydir, amma nə üçün istəyir bunu? Bunu mütləq önəmli. Yəni həyatda hansı səmtdə olmaq istəyir, hansı yöndə olmaq istəyir, o mütləq önəmlidir. Bəs Elvina xanım, siz artıq neçə illərdir ki, özünüz də qeyd etdiniz, təhsil sahəsində çalışırsınız. Bu gün Azərbaycan təhsil sisteminin çatışmazlıqları hardadır, nələrdir? Bundan əvvəl qeyd etdiyim kimi çatışmazlıq bilik çatışmazlığı deyil. Demək olar ki, bizim çox savadlı kadrlarımız var. İnanın, o qədər savadlı müəllimlərimiz var, savadlı çox tələbələr var. Amma burada, yenə qeyd edirəm, başda məqsəd dayanır. Məqsədsiz çox adam var. Sadəcə gözünü açır, deyir ki, mən müəllim gördüm, müəllim olmaq istəyirəm. Həkim gördüm, həkim olmaq istəyirəm. Yəni, bu artıq burada məqsəd yoxdur və məqsədi araşdırmırlar. Düzdür, az faiz tələbələr var ki, öz məqsədləri var və o məqsədə özünü çalışır, araşdırır və mən bunu görmüşəm öz kursumda da. Uşaq var, 9-dan çıxıb, amma nənəsi ona əslində bunu deyir ki, yəni sən artıq indidən başlamalısan işləməyə, həm oxumağa, həm işləməyə. Çünki bizim 11-ə qədər oxu, sonra universitetə qəbul ol, bu alınmayacaq bizdə artıq. Həm iş, həm belə olmalıdır və o kompüter üzərindən getdi ki, çünki mən qısa müddətdə öyrənməliyəm və işləməliyəm. Artıq bunun bir məqsədi var. Və əlbəttə ki, bu qısa müddətdə öyrənəcək. Yaxşı, indi tutub hədəfini tutaq ki, 5 ay, amma olacaq tutaq ki, 7 ay. Amma yenə də qısadır da, yəni 1 ildən daha qısadır. Ona görə də mən düşünürəm ki, bilik Azərbaycanda demək olar ki, çox adamda çox gözəl biliklər var, çoxdur həqiqətən də. Müəllimlərimiz çox savadlıdır, amma məqsəd və özündə inkişaf etdirmə potensialı azdır. Əlbəttə, bir insan özünü inkişaf etdirməyə həvəslidir nə vaxt? Məqsəd olan vaxt. Yəni, o vaxt ki, o inkişaf eləmək istəyir, bir məqsədi var. Amma məqsədi olmayan bir insan özünü inkişaf etdirə bilməz. Praktiki cəhətdən inkişaf etdirmək lazımdır mütləq şəkildə. Və buna çox insan qorxur. Qorxur ki, alınmaz, məndən daha yaxşılar var, amma onlar bilmir ki, onlardan daha yaxşı çox olan insanlar hələ indi başlayırlar. Yəni, əslində, indi başlasalar, onlar düşünməsələr, başlasalar daha qabağa gedə bilərlər. Amma çox insan düşünür, qorxur, gözləyir. Bu da vaxt alır. Bəs Elvina xanım, bugün EN Akademiyanın qarşısındakı məqsədlər nədir? Məqsəddən əgər danışırıqsa, bunları öyrənmək istəyirəm. Qarşınızdakı məqsəd nədir? Elə uşaqların hazırlığı ilə mi məşğul olmaq, yoxsa başqa sahələrə də mi açılmaq istəyirsiniz? Mənim məqsədim əslində bütün, hansı ki, mən rayona köklənmişəm. Baxmayaraq ki, şəhərdən çox tələbələrimiz var. Amma həqiqi mənada münasib qiymət qoyub, bütün rayonlarda olan uşaqların yüksək səviyyədə təhsil almasını və onların içərisində yüksək potensialı ortaya çıxarmağın tərəfdarıyım. Hansı rayonlarda daha çox hazırda tələbələriniz var? Müxtəlif tələbələrimiz Gəncə, Naxçıvan, Lənkəran, Rusiyadan qoşulanlar da var, onu da qeyd edim. Əlavə olaraq o qədər çoxdur ki, inanın ki, qıraq kəndlər çoxdur demək olar. Yəni, müxtəlif rayonlardan toplam daha çox tələbəmiz, 1000 üstü tələbəmiz rayonlar üzrə var və tələbələr belədir ki, artıq onu gördüklərinə görə tələbələr bir-birlərinə deyirlər, qohumları, qonşuları. Elə olub ki, məktəb direktoru öz nəvəsini qoyub və bir neçə siniflər bizə qoşulublar. Elə də olur. Amma məqsədimiz, yenə qeyd edirəm, rayonlarda olan aztəminatlı ailələr var, hansı ki, imkanları azdır, çünki onların maaşları azdır və maaşlara görə artıq yeməkdir, artıq yaşamaq üçün məsələ bir neçə şeylər var ki, onlara pul xərcləyirlər və təhsilə bildiyimiz kimi insanlar biraz pul az xərcləmək istəyirlər. İstəyirlər deməyələm də. Əslində, çünki reallıq şəraiti bəzən reallıq bəlkə həqiqətən olmur. Bəli. Ona görə biz çalışırıq ki, hər bir tələbə çalışsın, öz potensialını ortaya çıxartsın. Çünki həqiqətən də rayonlarda olan bəzi, hətta Bakıda da var bu, Bakıda da bəzən görürük. Bakıda qıraq yerlərdə yaşayanlar potensial çoxdur, amma
ortaya çıxarmaq lazımdır. Çünki bəzən baxırsınız ki, məktəb dərslərinə biraz çox köklənmirlər, nəsə boşluq olur və s. Ona görə artıq hazırlıq, mütləq müəllimin onun üzərində çalışması önəmlidir və bu olan zamanda o potensial uşaqlar ki var, bizə yüksək balla gəlirlər. Biz həqiqətən də bu mənada çox sevinirik ki, düzgün yerdəyik və hədəfdəyik. Distant təhsillə əyani təhsil arasındakı fərq nədir? Bəzən valideynlər distant təhsilə yönəlmək istəmirlər, düşünürlər ki, uşaq nə öyrənəcək, bayaq özünüz də vurğuladınız, nə biləcək, nə öyrənəcək, ya kompüterin qarşısında dursa 2 saat sonra nə edəcək. Ümumiyyətlə bu cəlbi və inandırmaq işini necə həyata keçirdə bildiniz? Demək, onlayn təhsildə ümumiyyətlə əlbəttə ki, valideynin nəzarəti çox önəmlidir. Əgər bu olarsa, uşaq daha çox nəticə ala bilər. Çünki valideyn uşağın nə oxuduğunu, necə dərsə fokuslandığını görür. Müəllim də buradan görür. Əlbəttə, hər iki halda daha güclü nəticə ala bilirik. Əyanidə isə valideyn uşağın sadəcə danışdığını bilir. Uşaq deyir ki, tutaq ki, müəllim bugün bunu danışdı. Onu başqa formatda da gedib çatdıra bilər valideynə. Ona görə artıq burada biraz qarşıdurmalar ola bilər. Amma onlayn təhsildə əgər valideyn ümumiyyətlə nəzarəti yoxdursa və tələbə də biraz özlərinə çalışmaq istəmirsə, dırnaq arası yanaşırsa belə deyək, nəticə olmayacaq əlbəttə 100%. Valideyn məcburdur ki, işləsin. Ona görə də uşaq bundan istifadə eləyir və dərsə də məqsədi yoxdur deyə oxumaq istəmir. Çünki məktəbdə də var oxumaq istəməyən uşaqlar. Ona görə əlbəttə nəticə olmur. Mən o vaxtdan elə özüm dərs keçəndə də görürdüm, valideyn gedirdi işləməyə. Əlbəttə artıq indiki dövrdə bəzən maaş yetmədiyinə görə artıq xanımlarımız da işləyir. Ona görə də uşaqlar bəzən gündüz vaxtlarında nəzarətsiz qalırlar. Axşam düzdür valideyn gəlir, amma gündüz nəzarətsiz qaldıqlarında dərs vaxtına düşəndə artıq uşaq dərsə qoşulmur, bəhanələr gətirir. Ona görə də nəticə olmayacaq. Siz onda daha çox bu distant təhsil sistemində valideynlərlə əlaqəli işləyirsiniz. Bəli, valideynlərlə mütləq işləyirik. Valideyn öz uşağa baxmalıdır və bizdə hər bazar sınaq olur və onları biz mütləq şəkildə danışırıq. Mən həmişə demişəm ki, valideynlər hər bir halda nəzarət eləməlidir. Həm əyani tədrisdə, həm onlayn tədrisdə. Onlayn tədrisdə isə mütləq yanında olmalıdır. Əgər bəzən deyirlər ki, bəs biz işləyirik, necə baxaq? Getmişdik Yevlax rayonuna, orada valideynlərlə danışıq zamanı valideyn dedi ki, bəs biz işləyirik. Necə baxaq uşağa? Nəzarət eləyək. Deyirəm ki, siz işdən gələn zaman dərslərə salın axşam saatlarına. Axşam saatlarında, yəni saat 7, 8 bu saatlara salın və siz də olun o dərsdə. Yəni olmasanız belə, məsələn mən o vaxt keçəndə valideynlər arxadan baxırdılar. Artıq valideyn də özü şahiddir ki, müəllim hansı səviyyədə dərs keçir. Yəni və uşaq hansı səviyyədə öyrənir. Və hər iki halda həm valideyn, həm müəllim bir yerdə işləyən zaman ən güclü nəticə ala bilirik. Amma ən çox müəllim çalışanda, valideyn çalışmayanda biraz nəticə nisbətən az olur. Çünki uşağa nəzarət ən çox evdə olduğuna görə valideyn nəzarəti mütləqdir. Mütləq. Bəs Elvina xanım, siz çox gənc xanımsınız, çox da gözəl xanımsınız. Bu gənc yaşda bu cür sistem qurmaq, irəlilətmək sizin üçün çətin olmadı ki? Hazırki şəraiti də nəzərə alsaq. Mənim ümumiyyətlə o vaxt 4 il əvvəl olan vəziyyətdə çox çətin vəziyyətim idi və mən o an artıq bilirsiniz necə məcbur idim ki, nəyinəsə məşğul olum. Əlbəttə müəllimə olaraq işləyirdim. Amma o vaxt elə gətirdi ki, məndə tədris mərkəzi rəhbəri mənim ödənişimi vermədiyinə görə mənim ən çətin vaxtıma gəldi düşdü. 2 ayda ödəniş almırdım. Və heç bir yerdən də ödənişim gəlmirdi, çünki ancaq dərs keçirdim. İnan, o qədər çətin idi mənim üçün. Yəni, bir gənc olaraq, tələbə olaraq çox çətin idi mənim üçün ki, ödənişsiz işləyirdim və bütün fokusum tələbələrində idi. Daha sonra rəhbər dedi ki, mən ödəniş verə bilmirəm. Mən də artıq məcbur anlamalı oldum ki, yəni ödəniş demək ki, yoxdur da. Yəni, mən kimsə mən deyəndə ödənişim yoxdur, mən artıq insana inanıram ki, bu insanın ödənişi yoxdur da. Yəni, olsa verər yəqin ki. Və o mənə bu kursda irəlilətməyə kömək edəcəyini bildirdi. Tələbələrimə heç birinə ödəniş istəmədim ikinci dəfə. Dedim ki, siz ödənişinizi eləmisiniz, mən sizə dərs keçəcəm, narahat olmayın. Ödənişin yəni, sizə bir aidiyyatı yoxdur. Mən almamışam. Amma bir tələbəm valideyn ödədi ki, yox, mən razı deyiləm sizin belə işləməyinizə. Amma hamısını dərs keçdim, ondan sonra da mənlə hamısı neçə aylarla davam elədilər. Daha sonra artıq mən kursumu böyüdəndən sonra və artıq 50 tələbə, 100 tələbə kursa plus gələndən sonra mən məcbur tələbələrin hər birini öz kursumun müəlliminə verməli oldum.
Yəni mən o çətin vəziyyətdən çıxdığıma görə artıq hər bir çətin vəziyyəti idarə edə bilirəm. Çünki o qədər çətinlik görmüşəm ki, artıq indi çətinlik o görəndə mənə yad gəlmir. Bilirsiniz necə? Bəzən olur ki, bizdə o çətin vəziyyətlər bizi yaxşı şeylərə yetişdirir. Bəli, yetişdirir. Yəni mən o vaxt onu görməsəydim, indiki vəziyyətdə çətin anlar olanda özümü itirə bilərdim. Hər an artıq çökə bilərdim, yıxıla bilərdim. Yoxdur deyə bilər insan. Bəli, bəli. Bəs ən çox dəstəyi kimdən aldınız çətin vaxtlarınızda? Bunu da soruşaq. O vaxt heç kimdən, özümdən aldım ancaq. Yəni o vaxt heç bir dəstəkçim yox idi. Yəni o vaxt anam lap əvvəl belə dəstək olurdu. Söz mənasında dəstək olurdu ki, sən bacarırsan, amma o vaxt idi də, yəni uşaqlıq vaxtındaydı, 11-də oxuyanda. Amma 4 il əvvəl ancaq özüm. O vaxt ümumiyyətlə yox idi. Sizə vereyim ki, ona görə məsələn indi nə olsa, məsəl üçün mən hər an ayaqda qala bilirəm. Çünki dəstəkçim olmasa da qala bilirəm, olsa da qala bilirəm. Çünki ən dibini görmüşəm deyə artıq hazıram da elə bir ki, hər şeyə. Hazırlanmışam. Çünki bir söz var deyir ki, yaxşı günlərə hazırlanırıq biz. Çünki biz yetişməliyik ki, biz böyüməliyik. Təlimdə elə bir ki. Təlim keçirlər bizə, sonra o həyatı bəxş edirlər ki, sən bu həyatı qaldıra biləsən. Yoxsa o təlimdə olmasaydım, həqiqi mənada qaldıra bilməzdim. Çünki nə olsun, məsələn, indi biznes sahəsindəyəm. Amma ki, çətinliklər olur, çox problemlərlə üzləşirik. Gün ərzində bu hər gün ola bilər və ya da gün ərzində 2-3 dəfə ola bilər. Təbii ki, buna dözmək lazımdır, ayaqda durmaq lazımdır. Çünki durmasaq, əziyyət bata bilər. Son olaraq bir gənc iş xanımı kimi gənclərə demək istəyirəm, amma demək də belə qəribə çıxır. Ümumiyyətlə, təhsil sahəsində uğur qazanmaq istəyən insanlar deyək, uğur qazanmaq istəyən insanlara tövsiyələriniz, arzularınız? İlkin olaraq onu demək istəyirəm ki, mütləq şəkildə məqsədləri olsun. Həyatda nə olacaqlarını bilməlidirlər. Mən nə olmaq istəyirəm, harda olmaq istəyirəm, mən nəyə layiqəm, onu bilməlidirlər və o yöndə araşdırmalı, mütləq şəkildə kiçik də olsa haradasa başlamalıdırlar. Mən gözləyim ki, mənə gələcək, heç nə gəlməyəcək. Sən getmədikcə o sənə gəlməyəcək, ona görə də dayanmaq lazım deyil. Çünki dayandıqca nəsə gəlmir bizə. İrəli və ancaq dayanmamaq lazımdır, irəliləmək lazımdır. Çox sağ olun Elvira xanım. Təşəkkür edirik bu qədər işin və gərginliyin arasında bizim üçün də vaxt ayırdınız. Minnətdarıq sizə. Həmçinin mən də. Belə əziz tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağlıqla qalın.